Uşağa necə xoşbəxt olmağı öyrətmək olar. Bugün sizinlə 3 strategiya paylaşmaq istəyirəm. Hər bir valideynin arzusu övladını xoşbəxt böyütməkdir. Lakin xoşbəxtlik sadəcə gülmək, hədiyyələr ya da şirniyyat deyil. Xoşbəxtlik daxili rahatlıq, özgüvən və özünü qəbul etməyə bacarığıdır. Bugün bu 3 strategiya ilə başlamaq olar. Mən görürəm ki, sən qəzəblənirsən və bu normaldır. Emosiyaları qadağa etməyin, onları düzgün yaşamağı öyrədin. İkincisi, uşağa dəyərli olduğunu hiss etdirin. Mən səni qiymətə görə yox, sadəcə sən olduğun kimi sevirəm. Üçüncüsü, xoşbəxt olmağı öz nümunənizdə göstərin. Uşaqlar dediklərinizi yox, davranışlarınızı oxuyurlar. Əgər siz xırda şeylərdən zövq almağı, minnətdar olmağı, özünüzə qayğı göstərməyə bacarırsınızsa, onlar da bunu təkrarlayacaq. Şuurlu valideynlik üzrə bir təlimat hazırlamışam. Şərhlərdə 3 rəqəmini yazaraq əldə edə bilərsiniz.